Hər kəsə yenidən salam dostlar. Mən Əli, hamının tanıdığı Alien. Bu günlərim sizə nəyə danışacağam? Bu günlərim sizə 3 il bundan qabaq Dubayda bir universitetə girdim və birinci kursdan universitetdən çıxdım. Və bu günlərim sizə girdiyim universitetdən Business International girmişdim bu arada sektor olaraq. Girdiyim universitetdən niyə çıxdığımın səbəblərini danışacağam. Və həqiqətən də həyatda məqsəd qoyduğum bir yol varsa, hazır oxuyub qazana biləcəyim peşəni buraxmaq olar və yaxud da ki, yox. Bu gün nəmsə onu danışacağam. Deməli dostlar, mənim 21 yaşım var. Tam 3 il bundan qabaq məktəbi bitirdim və 2 dənə ölkə arasında qalmışdım oxumaq üçün. Biri Kanada idi, ikincisi isə USA. Əslində Avropa barədə heç düşünmədim, çünki Avropanı bəyənmirəm və rast elə gətirdi, çıxartdı ki, bir gün bir nəfər mənim videomu like elədi və videoma baxdı və mən orada gördüm ki, Qaqaş Dubayda yaşayır və çox maraqlı həyatı var. Biz o Dubayı çox luxury bir şəhər kimi görürdük, tanıyırdıq, elə bilirdik. Təbii ki, mənim də gedib gəzmək istədiyim ölkələrdən biri idi, amma yəni oxumağı heç düşünməmişdim orada. Və mən də artıq Kanada üçün viza vermişdim. Mənim üçün ən yaxşı tez ala biləcəyim viza yeri Kanada idi. Kanada üçün viza başvurusu vermişdik, universitetdən qəbul almışdıq. Amma mən risk gəldim, qərarı dəyişdim. Dedim mən Dubaya getmək istəyirəm. Çünki həmin vaxtlar da ticarətin içində idim, e-commerce-la məşğul idim və həmin vaxtlar artıq eBay dropshipping dövrünü bitirib artıq Amazon arbitrajı da yoxladım və artıq özümə bir yer tapdım ki, yox mən Amazon private label-la məşğul olacağam. Bu qərarı verəndən sonra artıq dedim ki, mən bəlkə Dubaya getsəm orada biraz şəraitim olar. Çünki Kanada biraz soyuq ölkədir. Orada bilmirəm avtobus sistemi var, yoxdur. Həmin vaxt 17 yaşım var, prava yoxdur və o birisi qitədədir falan filan. Belə bir düşüncələrim var idi. Biraz ona görə mənim gözümü qorxutmuşdu. Mən də ona görə həm Dubayı seçdim. Dubay dedim nə qədər luxury olsa da dedim bəlkə orada pul çıxarmağı, pul qazanmağı bacara bilərəm və başqa universitet tapdıq. Canadian University Dubayda, Canadian University in Dubai. Yəni Dubayda bir dənə Canadian University tapdıq. Getdim, girdim ora. Çatdım və həqiqətən deyirəm dostlar, mən aylarla gözlədim. Vaxt var idi. O vaxt mən avqustda getmişdim. Yəni o vaxta kimi gözlədim. Amma artıq mənim vaxtım gəlib çatanda 2023-cü il avqustun 16-sı. Mən ölkədən çıxanda artıq və bir anlıq belə dondum qaldım ki, həqiqətən mən gedirəm. Yəni ingilis dilini də belə bir qərar almışdım ki, orada gedib hazırlaşacağam. Çünki burada bəlirli bir səviyyə oxudum, amma istədiyim IELTS imtahanını falan verə bilmədim. Dedim gedib orada verərəm. Və belə bir dil bilmədən falan filan getdim. Getdim çatdım ora və heç kimi tanımıram dostlar. Orada da getdim, sonradan Salih adlı bir dostum var. Onu tanıdım, onunla tanış oldum. O mənim üçün çox yön göstərdi. Mənə evlər göstərdi ki, harda kirayə qala bilərsən falan filan. Və bir anlıq başladım orada insanların həyatını analiz eləməyə, insanların həyatına baxım və həqiqətən gördüm ki, mənim orada tanıdığım, yaxşı pul qazanan hamı, yəni sizin üçün universitet bitirib top maaş səviyyəsi nə olar? Yəni bəlkə də 3000, 5000 manat pul deyərsiniz, amma mən orada gördüm ki, sadəcə restoran sistemində işləyən adamların 10.000, 15.000, 20.000 civarlarında qazancları ola bilir. Yəni illərlə əziyyət çəksən orada. Yəni dedim mən də bu əgər restoran sistemində belə xarici bir pul qazana bilirsənsə, mənim də həvəsim e-commerce-adır. Ya bura pupsik mənim pişiyimdir. Düş. Və mən də həqiqətən gördüm ki, insanlar orada pul qazana bilirlər. Yəni oxuyub hansısa bir sahədənsə daha maraqlı bir sahə. Mən də sosial mediada olmuşam, e-commerce-la məşğul olmuşam, bəzi biraz təlimlər keçmişəm əlavə qazanc üçün. Yəni dedim bəlkə orada eləyə bilərəm. Və mən yazıldım universitetə. Mən universitetə getdim, başladım universitetdə dərslərə. Orada biraz international dostlarım oldu, tanışlarım oldu, amma gördüm ki, yox, mən dərsə gedirəm, dərs maraqlıdır, maraqlı keçir, yəni xarici dostlarım var. Müəllimlər cavan müəllimlərdir, qəşəng danışırlar, dost kimi danışırlar. Yəni amma o içimdəki enerjik Əli, xaos sevən Əli, yəni belə sakit, strukturlu gedən bir prosesdə dayana bilmir. Yəni çünki yaradılışım və yaxud da ki, özümü yetişdirməyim belə olduğu üçün, yəni çox sakit oxu, dərs falan filan gördüm ki, yox, bunu mən bacara bilməyəcəm. Mən neynədim? Anlıq bir qərarla universitetdən çıxdım. Yəni dərsdə idim, oturdum, dedim ki, yox, mən universitetdən çıxacağam.
Dostlarıma da dedim, gəldim dedim mən universitetdən çıxıram. Orada bəzi viza falan ödənişləri var idi. Onları çıxdılar. Mənim ödənişim də 2-3 aya falan dedilər qayıdacaq. Tamam dedim. Gəldim evə. Otaq yoldaşlarım var idi. Dedim mən işləmək istəyirəm. Mənə iş tapın falan filan. Başladım Dubayda işləməyə. O da yenə hədəfimdə o idi ki, mən işləyim, pul yığım. Bu pulu Amazona yatırım. Həmən vaxtlar Amazonla məşğul idim. Amazon Private Label-a yatırım və orada elə bir səviyyəyə gəldim ki, artıq finansal azad olum. Sadəcə e-commerce-dan pul qazanım. Yəni həmən vaxtlar məqsədim o idi. Amma o məqsədimə nə 2023-də, nə 2024-də çatdım. 2025-26-da o məqsədimə çatdım. Əslində 2023-də artıq mən orada ortağımı tapmışdım. İndi davamını gətirirəm. Mən başladım işə girməyə. Həmən vaxtlarda öz bir dənə markam var idi Sinqapurda. Orada kiçik-kiçik satışlar edirdim. Günə 100, 150, 200 Sinqapur dolları, yəni böyük bir satış həcmi deyildi. Belə bir satış eləyirdim və orada da otaq yoldaşlarımın belə təəssürat yaranmışdı ki, hə, burada 150-200 dollarlıq satışın nə qədər xeyirli hesablayırdım, deyirdim falan. Və orada mən ilk ortağımı tapdım. İlk ortağımı tapandan sonra biz mən yenə İsmail dostum var bunu şeydə də demişəm, seminarda da demişəm, bəzi dost tanışımda da demişəm. Bu arada bir dənə əksi olan şeyim dostlar, bu stoldur. Bu stol mənlə yaşıddır. Yəni net bunun göy rəngi var idi, qırmızı rəngi var idi. O vaxt dədəm birini bacıra, birini mən almışdım. Mənimki qırıldı. İndi bununla davam edirəm. Gözləyirəm. Bu da artıq qırılana yaxındır. Hə, yəni bir dənə burada əksi, DJI var, mikrofon var, gaming PC, notebook, hər şey var. Bir dənə bu stolu dəyişməmişəm. Oğlanların sadiqliyi. Orada ortağımı tapdım. Ortağımla bir yerdə Amazona girdik. Amazon Avustraliyada başladıq marka qurmağa. 3 dənə, 4 dənə məhsul yoxladıq. Oradan bir dənə məhsul bizim üçün çox uğurlu oldu və o bir dənə məhsul bizə 2 il satış gətirdi. Bunu seminarımda da demişəm. YouTube kanalımda da var, girib baxa bilərsiniz. Və orada biz təxminən 3-5 ay reklamla pul xərclədik və ondan sonra qalan 1 il yarım, 2 ili ancaq orqanik satış eləmişik. Heç bir reklama pul xərcləməmişik və bu bizim üçün çox qəşəng, uğurlu bir proses oldu. Amma 2026-dayıq. 2026-nın yanvarında biz o markanı bağladıq. Çünki son 1 ildir odaqlı olaraq Shopify ilə məşğulam. Yeni ortağım Qasandan, o da o birisi otaqda yatır. Bəli, belə bir qərar aldım və başladım. O ilk Amazon mənim üçün beginner səviyyə idi. Yəni çox belə starterdə, yəni öyrənmə, yəni başa düşmək ki, e-commerce nədir, o səviyyə idi. Amma yenə tam öyrənməmişdim. Ondan sonra mən getdim Moskvaya falan, orada biraz işlədim. Yenə dedim pul yığım, biraz yatırım. Yəni onu başa düşdüm ki, dostlar, əgər bir şey istəyirsinizsə, məsələn, mən oxuyanda belə məqsədim nə idi? Bəlkə mən oxuyaram, burada öyrəndiyim nələrsə mənim bu işimdə yarayar. Və gördüm ki, yox. Yəni öyrənmək istəsənsə anında öyrənməlisən. İşləyirsənsə, deyirsənsə ki, mən burdan pul qazanmalıyam, mən bu sahəyə marağım var. Hə. Amma bir tərəfdən işləyim, pul yığım, ora qoyum, yəni alınmayacaq. Mən sadəcə onu başa düşdüm. Mən 2 il, 2 il yarım çox əziyyətlərlə işlədim. Yəni gördüm ki, yox, nə qədər işləsəm belə, mənim oradan, özdə mən Bakıda işləmirdim, mən xaricdə işləyirdim. Mənim maaşım, qazandığım pullar, problemim də daha çox idi, amma qazandığım pul da daha çox idi. Gördüm, yox, yəni oradan götürüb işə yatırsam belə, işdə mən o zamanı xərcləmədiyim üçün, yəni istədiyim işdə, istədiyim öyrənmək, e-commerce-da deyək. Yəni bura çox zamanımı ayıra bilmədiyim üçün mən orada daha güclü təcrübələr yığa bilmirdim. Və necə oldu? Mən Dubaydan məni işdən qovdular. Mən anlı qərarla getdim Moskvaya. Mən də rus dilini vəbşə bilmirəm. Getdim Moskvaya, 1 il falan orada işlədim və həmən vaxt işləyən vaxtlar Qasan ortağımla tanış oldum. O vaxtda da 4-5 il qabaq biz onunla Instagramda danışmışdıq. Mən o vaxt kontentlər üretirdim. O da kapaq şəkilləri falan hazırlayırdı. Belə bir danışığımız var idi. Mənim şəkillərimi falan hazırlamışdı. Gördüm Shopify ilə məşğuldur və ya məşğul olmağa çalışır. Biz danışdıq bir yerdə, gördük, hə, uyğunlaşırıq, hər şey qaydasındadır. Təxminən keçən il bu vaxtlar. Mən orada işləyirdim. Qasanla bir dənə artıq başladıq məhsulları analiz eləməyə bir yerdə. Tamam bir-birini görməyən bir-iki insan sosial mediadan ortaq oldu. Biz 2 dənə yad yerdə, 2 dənə başqa ölkə, o Azərbaycanda, mən Rusiyada kontaktımız oldu, məhsullar axtardıq, mən ona pul göndərdim, o da üstünü düzəltdi, mal aldı, yoxlamağa çalışdıq. Mən də gördüm Moskva biraz mənim üçün çətin gəlir. Mən də yaşım az olduğu üçün Dubayda güclü işlərdə işləyə bilmirdim. Çünki 21 plus götürürdülər işə.
Mən dedim qoy gəlim Bakıya, 1-2 həftə Bakıda qalın. Oradan da gedim Dubaya. Yenə Dubayda işləyərəm, orada işlədiyim pulu da yenə e-commerce-a yatıraram. Çünki Dubayın maaşı Rusiyaya baxanda daha çox. Belə bir məqsədlə gəldim. Qasan da bu arada həmin vaxtlar işləyirdi, telefon dükanında işləyirdi. Amma telefon dükanında işləyirdi, bir tərəfdən də şofer eləməyə çalışırdı. Yəni ikimiz də o yerdə idik, ikimiz də işləyirik, ikimiz də işdən pul qazanıb bu işə yatırmaq istəyirik, amma tam zamanlı istədiyimiz işlə məşğul ola bilmədiyimiz üçün təcrübə yığa bilmirdik. Gəldik, oturduq Qasanla, mən Bakıya gəldim ilk görüşümüzdə. Oturduq, qərar verdik. Qasan işdən çıxdı, mən də Dubaya gedib yenidən işləməyə atman elədim. Və əlimizdə olan qalan bütün pulla başladıq riskli məhsullar yoxlamağa. Və riskli məhsullar yoxladıq. Birinci məhsul uğursuz, ikinci məhsul, üçüncü, beşinci məhsul da uğursuz, altıncı, yeddinci məhsul da uğursuz, səkkizinci, doqquzuncu məhsul da uğursuz və 10-cu məhsul olan bizi ən çox yetişdirən o məhsulumuzu tapdıq. 10-cu məhsulda biz artıq başladıq həqiqətən pul qazanmağa. Yəni o səviyyədə ki, keçən il ilk 6 ayımızı elə böyük səviyyələrdə pul qazandıq ki və Azərbaycanda ilk Shopify stoklu ticarət edən insanlardan biri də biz olduğumuz üçün, onu yayan da biz olduğumuz üçün, yəni biz çox küllü satışlar elədik və o satışları görüb biraz çox istirahət elədik, çox gəzdik, çox əyləndik. Yəni çünki Qasan da işləyib, mən də işləmişəm, artıq illərdir işləyirik. O qədər yorulmuşduq ki, istədiyimiz sahədən artıq pul qazanmağa başlamışdıq. Amma eniş yoxuşla bəlkə də biz 14-15 dəfə batım aşamasına gəldik. Bu barədə də video çəkəcəm. Sonradan neynədik? İndi hal-hazırda həm Azərbaycanda, həm Türkiyədə Shopify stoklu ticarət edirik. Mən artıq 4-5 gündür Türkiyədən gəlmişəm. Elə bu DJI-yi də Türkiyədən almışam. Getdim Türkiyəyə, Qasan burada, mən getdim Türkiyəyə bir mal dalınca. O mal alınmadı çünki bizdən 10-15 min dollar kimi bir pul istədilər. Mən də yəni bu Türkiyədə satışına əmin olmadığım bir məhsul üçün bu qədər stok riskinə girmək istəmirdim. Mən başqa məhsul tapdım. O məhsul da burdadır. O məhsulu nə qədər adama göstərdim. Orada e-commerce eləyən uşaqlar var. Onlara göstərdim. Bəzi e-commerce eləyən Bakıda da dostlarıma göstərdim. Mənə dedilər o məhsul satmayacaq. Riskli məhsul. Riskli məhsul deyirlər potensial görmüyor. O vaxt uğursuz məhsuldur. Baxın mənə belə dedilər. Dedim okey. Dedilər mənə başqa məhsul axtar. Onlar mənə bir-iki dənə kateqori məhsul göstərdilər. Dedim brat, yox. Bu məhsul satacaq. Bu məhsulu hazırladıq. Sadəcə bizim prosesimiz necədir? Biz çox sürətli şəkildə getməyə çalışırıq bir məhsul testində. Instagram səhifəsi hazırlayırıq, brand, loqo falan, videolar yükləyirik. Instagram səhifəsinə postlar atırıq Instagram səhifəmizə. Instagram səhifəmizdə çox maraqlı bir vizual bir şey olur. Orada story keçmiş hissəsinə qoyuruq ki, köhnə səhifəmiz bağlandı, bu yeni səhifəmizdir. Burada biz onu başa salmağa çalışırıq ki, yəni bizim əvvəldə səhifəmiz var idi, siz bilmirdiniz. Yəni əvvəl 20-30 minlik səhifəmiz olub, bu yeni səhifəmiz, insanlara bu vizualı ötürürük və anlıq olaraq Shopify web saytını yığırıq həmən gün. Ondan sonra kreativlər artıq Instagramda hazırda yükləmişik səhifənin içinə və çıxırıq reklama. Bizdə videoları yüklədik. Biraz orada bir fərqli proses oldu. Şirkət falan açmamışdıq, ödəmə sistemimiz falan hələ ki yox idi Türkiyədə. Ona görə sadəcə videoları yüklədik və biz qapıda ödəmə ilə, yəni cash on delivery ilə, hələ bir də sadəcə cash on delivery var idi, ödəmə sistemi qoymamışdıq. Ödəmə altyapısı qoşmamışdıq və gördük ki, biz 100.000 TL ancaq organik satış elədik o məhsuldan. Yəni bir 100 dənə falan sifariş o məhsuldan satış elədik. Və gördük ki, bu məhsul tutdu. Yəni dang, yəni Shopify SMS-in səsi dayanmırdı. Və reklama çıxdıq, hal-hazırda da o məhsulu satırıq və o məhsul çox qəşəng bizi yerlərə gətirib ki, mən qayıdan kimi gözəl bir dənə belə teraslı ev tutmuşam. İndi ev vloqu üçün də ətraflı YouTube kanalımda baxa bilərsiniz və hələ yükləməmişəmsə baxarsınız. 100 kvadrat evdir, 60 kvadrat terasdır, 21-ci mərtəbədə Alatava, yəni Yasamalda. Yəni çox qəşəng ev tutmuşam. Gələn kimi ev tutdum, kameramı aldım, mikrofon aldım, ekipmanlarım hazır və full time artıq öz işimizdə, öz sahəmizdə işləyib içeriklər üretmək istəyirəm. Özüm üçün bir keçmiş yaratmaq istəyirəm. Yəni demək istədiyim nədir? Ola bilər video biraz uzun oldu, biraz qarma-qarışıq gedə-gedə oldu, amma dostlar, mən əgər universitetdən çıxma qərarı almasaydım, hal-hazırda nə edirdim?
Hal-hazırda böyük ehtimalla 3-cü kursuydum. Universitet oxuyurdum. Yayda planlaşdırırdım Bakıya gəlim. Bəlkə də güclü eləyə biləcəyim bir şey olmayacaqdı. Çünki hər semestr imtahana hazırlaşacaqdım. Oranın kulturasına hardasa biraz adapte olardım. Yəni güclü belə ağlımda fokus olmazdı ki, hə, mən bu dəqiqə full fokusum olacaqdı mənim oxumaqda. Full fokusum oxumaqda olacaqdı deyə bu yerə o təcrübə ilə gələ bilməyəcəkdim deyə və həyatımın 2 ilini, 3 ilini oxumaq yerinə fiziki olaraq fərqli-fərqli işlərdə işlədiyim üçün bu arada mən işlədiyim işlər indi siz bəlkə belə sadə gələ bilər, amma qəlyançısı, ofisiantı, ofisiant köməkçisi həm Dubayda, həm Rusiyada. Həm sexində işlədim, taksi işlədim. Ondan sonra kuryer işlədim, maşınla kuryer işlədim, Yandex-də işlədim, sexdə işlədim, fəhlə işlədim, Gruzsik işlədim. Yəni işləyə biləcəyim hər şey işləmişəm. Yəni çox belə əziyyətli son 2-3 ilim olub və ona görə hal-hazırda ona görə xoşbəxtəm ki, bu 2-3 ili oxumaq yerinə o məqsədlə işləyirdim ki, bu sahələrdə ki, mən pul qazanım, öz işimə qoyum, sevdiyim sənətə qoyum və burdan pul qazanım və hal-hazırda mən onu eləmiş bir adam kimi qabağınızda otururam. Amma bilsəydim ki, mən yenə də işləyib pul yığaraq bu işə yatırım eləyib pul qazanacağam, o mənim üçün səhv düşüncə olardı. Çünki full time əgər bir işlə məşğul deyilsinizsə, dostlar, o işdə təcrübə yığa bilməyəcəksiniz. Biz keçən il yayda bu qərarı verdik. Bu qərarla yola çıxdıq. Ya biz bu sahədən pul qazanacağıq, ya da pul qazanmayacağıq, acından öləcəyik. Yəni heç nə eləyə bilməyəcəyik həyatda. Yəni bu məqsədlə çıxdığımız üçün dedik artıq bizim üçün sondur. Çünki mən universitetə atmışam. Mən illərdir işlədim ki, pul yığıb bu sahəyə qoyacağam və hələ də güclü addım ata bilmədim və ona görə bizim keçən il yaydakı qərarımız oldu ki, 2025-in yayında ya bu sahədən pul qazanıb bu sahədə inkişaf eləyəcəyik, ya da ki, heç kim olacağıq. Çünki artıq öyrənə biləcəyimiz, əziyyət çəkib işləyə biləcəyimiz heç bir sahə yoxdur, amma yenə də güclü pulumuz yox idi. Nəsə, yəni artıq siz kimi görürsüz, Tesla Model 3 sürən, Shopify-da satış eləyib, öz gözəl həyatının ilk addımlarını atan gənc bir girişimci görürsüz qabağınızda ki, bu keçmiş proseslərdən keçib bura kimi gəlib, bu qərarı verərək. Ona görə universitet oxusaydım bəlkə də burada yox, universitet oxuyan, part-time gedib hərçiliyini çıxardan bir universitet tələbəsi olardım. Ona görə dostlar, qərarları siz oturun fikirləşin, nə edirsiniz? Dəftər götürürsüz hər şeyi, dəftərə yazırsınız, situasiyaları yazırsınız, nə etməsəm, nə etməsəm, belə eləsəm, belə eləməsəm. Bir şeyin həsini də, yoxsunu da sizə verəcək problemlər və avantajlarla bir yerdə yazın. Onu çəkibliklə və ya məsləhətləşin və ya özünüz baxın və orada qərar verin ki, hə, mən bu yolu gedəcəm, yox, mən bu yolu getməyəcəm. Yox, mən bu yolu gedəcəm, hə, mən bu yolu getməyəcəm. Yəni orada özünüz qərarlaşdırın. Məni izlədiyiniz üçün çox sağ olun. Mən yenə deyirəm, bu xayıb üçün eləmirəm, sadəcə özüm üçün bir keçmiş yığıram. Öpürəm sizləri, sağ olun, uğurlar arzulayıram.